Hər birinizə salam. Bildiyiniz kimi artıq Abituriyent jurnalının 2026-cı il nəşri çıxıbdır və orada ən azı 4 sual keçən ilin sentyabrında çərçivələr əsasında çıxmış yeni mövzulara aid idi. Yeni mövzuların, yəni 11-ci siniflər üçün lazım olan bütün yeni mövzuları mən özümə məxsus olan bir PDF-də toplamışam, hansı ki, siz mütləq şəkildə bu qaydaları bilməlisiniz. Çünki artıq onu demin model suallarına da yəni əlavə ediblər. İndi isə öz uşaqlarım üçün, öz şagirdlərim üçün hazırladığım 11-ci sinif yeni mövzulara uyğun 20 suallıq quizə baxaq. İzahına baxırıq bugün. Qeydlərinizi götürməyi unutmayın. İlk sualdan başlayaq. Birinci sual deməli should have, shouldn't have modal feil qaydasına aiddir. Deməli burada birinci nöqtələrə baxırıq və hələ qrammatik cəhətdən çıxaq. Y variantında mustdan sonra have gəlməz, səhvdir. C variantında ought-dan sonra to gəlməli idi, yoxdur, səhvdir. 3 variant arasında qaldıqda yadınızda qalsın ki, əgər 2 inkar, 1 təsdiq qalıbsa, sizin cavabınız təsdiq olacaq və ya tərsinə 2 təsdiq, 1 inkar qalıbsa, sizin cavabınız 2, yəni inkar olacaq. Burada 1 təsdiq qaldığına görə cavab D-dir, amma belə tərcüməyə də baxsaq, deyir ki, o işi əldə edə bilmədi. Çünki gərək müsahibə zamanı daha özünü əmin şəkildə danışardı. Gərək edəydi should have, gərək etməzdi shouldn't have. Cavabımız olur D variantı. İkinci sual had better would rather qaydası ilə bağlıdır. İlk öncə qaydamız necədir ona baxaq. Had better və would rather. Bunlardan sonra gələn feil verb-dir. Yəni feilin birinci formasında olmalıdır. Bu nə deməkdir? To-suz, yəni to da olmamalıdır, ing. Bu da olmamalıdır. Birbaşa feilin kökü gəlməlidir. Məsələn, had better do və ya onu inkarda demək istəyiriksə, qabağına sadəcə not hissəciyini artırırıq. Would rather da onu kimi. Would rather stay. Nə to yoxdur, nə də ki ing yoxdur. Amma would rather da biraz başqa məsələ var ki, əgər would rather-dan sonra başqa bir mübtada gələrsə, həmin mübtadadan sonra gələn feil ikinci formada, yəni keçmiş sadə zamanda olmalıdır. Məsələn, I would rather you bizim ikinci mübtadamızdır və özündən sonra gələn xəbər keçmiş sadə zamanda olmalıdır. İndi isə variantlara baxaq. A variantında had better-dən sonra to var, səhvdir, to gəlməməlidir. B variantında would rather-dən sonra birbaşa gələn feil kök formada olmalıdır. Zamana görə dəyişməməlidir. To-suz ing-siz, yəni burada drive olmalıydı, səhvdir. C variantında had better-dən sonra yenə to gəlibdir, səhvdir. D variantında səhv olan odur ki, would rather-dən sonra you ikinci bir mübtadamız gəlibdir və dedik ki, ikinci mübtadadan sonra gələn feil keçmiş sadə zamanda olmalıydı. Amma burada indiki zamandadır. Yəni burada didn't olmalıydı. Səhvdir. Y variantı doğru cavabımızdır. Had better, call feilin birinci formasındadır. To-suz, ing-siz və heç bir zamana görə dəyişməyibdir. Üçüncü sual if conditionallara aiddir. İlk öncə düsturumuza nəzər salaq. 4 düsturumuz var. Belə yadda saxlayırsınız ki, if-dən sonra əgər indiki sadə zamanlar gəlirsə, digər hissədə gələn feil ya indiki sadə zamanda olmalıdır, ya da ki, gələcək sadə zamanda will shall olmalıdır. Üçüncü qaydamız necədir? Əgər if-dən sonra keçmiş sadə gəlirsə, digər feil would üstəgələk feil olmalıdır. Axırıncı qaydamız if-dən sonra keçmiş bitmiş gələrsə, had done bu formada gələrsə, digər feilimiz would have olmalıdır. Nəyə diqqət edirsiniz? Baxın, keçmiş sadə olduqda have yoxdur, amma keçmiş bitmiş olduqda if-dən sonra had olduqda mütləq would-dan sonra have gəlməlidir. A variantına baxırıq indi. If-dən ilk öncəliklə çıxaq. Bir də if-dən sonra will, won't, would gəlməz.
və indiki bitmiş gəlməz. If D variantında indiki bitmiş gəlibdi, səhvdir. Y variantında would gəlibdi, səhvdir. 3 variant arasında qaldıqda A variantında they cəm mübtədadır. Cəm olduğuna görə feil təkdə ola bilməz, səhvdir. B ilə C arasında qaldıqda isə biz baxırıq cümləmizə. Deməli, will'dən sonra be işlənməz. Səhv olan burada budur. Yəni birbaşa xəbər gəlməli idi. Ona görə səhvdir. Cavabımız B variantı. Dördüncü, direct, indirect, complete sentence bu qaydalara əsasəndir. Burada birinci qayda odur ki, əgər yəni bağlayıcıdan sonra gələn hissə nəqli cümlə formatında olmalıdır. Mübtada xəbər gəlməlidir. Bu formada. Sonra, əgər sizin baş cümləniz keçmiş zamandadırsa, bağlayıcıdan sonra olan hissə də keçmiş zamanda olmalıdır. Baş cümlə hansı hissədir? Asked, said, told. Bu hissə sizin baş cümlənizdir. Və əgər keçmiş zamandadırsa, mütləq bağlayıcıdan sonra olan hissə də keçmiş zamanda olmalıdır. A variantında bizim baş cümləmiz keçmişdir və what'dan sonra da have yox, yəni have olmamalıydı. Keçmiş zamanda olmalıydı. Have indiki zamandadır. Səhvdir. B variantında bağlayıcıdan sonra birbaşa xəbər gəlibdir. Mübdada sonra xəbər gəlməlidir. Swopped qaydasına əsasən nəqli cümlə formatında olmalıdır. D variantında səhv nədir? Said. Bizim baş cümləmiz keçmişdir. Doesn't yox, didn't olmalıydı. Bu keçmiş zamanda olmalıydı. Səhvdir. Y variantında askdan sonra to gəlməz. Birbaşa mi gəlir və yəni şəxs bildirən insan gəlir, obyekt əvəzliyi gəlir. C variantı bizim doğru cavabımızdır. Beşincidə would rather we ikinci bir mübtadadır. Dedik ki, əgər would rather-dən sonra ikinci bir mübtada gəlirsə, burada feilin ikinci forması, yəni keçmiş sadə zaman gəlməlidir. B-də to var, C-də ing var, Y-də S var, D-də isə yəni indiki zamandadır. V1 formasındadır. Bizə V2 lazımdır. Yəni keçmiş sadə zaman A variantı. 6-cı sual direct indirect speech-ə aiddir. Biz bu cümləni deməli keçirməliyik indirect-ə. Nə edirik? Birinci qayda odur ki, əgər said-dən sonra bir tamamlıq gəlirsə, o told-a çevrilməlidir. Yəni said olduğu kimi qalmamalıdır. C-də said olduğu kimi qalıbdır. Səhvdir, götürmürük. Daha sonra, əgər dırnaq işarəsinin içərisindəki ümumi sual cümləsidirsə, o if və ya whether bağlayıcıları vasitəsilə bağlanır. Əvəzliklər olduğu kimi qalmamalıdır, dəyişməlidir. Zərfliklər olduğu kimi qalmamalıdır, dəyişməlidir. Yəni tomorrow dəyişməlidir, the next day olmalıdır. A-da tomorrow-nu olduğu kimi saxlayıblar, səhvdir, götürmürük. B-də bağlayıcıdan sonra birbaşa xəbər gələ bilməz. Mübtada daha sonra xəbər gəlməli idi, səhvdir. D variantında told-dan sonra to gəlməz. Yəni tell-dən sonra to gəlmir. Səhvdir. Cavabımız Y variantı. 7-ci sual conjunction bölməsinə aiddir. İlk öncə qaydamız necədir? Ona nəzər gəzdirək. Bizim bəzi bağlayıcılarımız var ki, yəni buraya qeyd edeyim. Onlardan sonra cümlə yox, ismi birləşmə gəlir. Due to, as a result of, daha sonra gəlir despite, in spite of. Baxın, gördüyünüz, bir də because of. Bunlardan sonra cümlə, yəni mübtəda xəbər yox, ismi birləşmə, isim, gerund, sifət, isim bu formada gəlməlidir. The accident, isim gəlibdir, even though çıxır, since çıxır, so that çıxır. Niyə? Çünki bu üçündən sonra cümlə şəklində mübtəda xəbər gəlməli idi. A variantı da do'nun to'su yoxdur, səhvdir. Cavabımız
D variantı. 8-ci sualda modal fe'lərlə bağlı da should have, shouldn't have qaydasına əsasən might'dan sonra fe'l birinci formada said yox, say olmalı idi. Səhvdir, götürmürük. Sonra bunların hamısı səhv. A-da səhv nədir? O otudan sonra yenə fe'l birinci kök formada olmalı. Said yox, say olmalı idi. Səhvdir. Bu üç arasında qaldıqda isə 2 təsdiq, 1 inkar var. Cavabımız olacaq B. Tərcümə əsasında tərcümə edirik, ikinci tərəfə baxırıq. Bu, yəni onu məyus edibdir. Sən gərək ona deməyəydin belə. Sən ona belə deməyəydin, etməyəydin, gərək etməyəydin. Shouldn't have, gərək edəydin, should have tərcüməsinə əsasəndir. 9-cu sualda had be-də gəlibdir. Had be-dən sonra nə gəlməlidir? Fe'lin birinci forması, yəni to-suz, ing-siz və zamana görə dəyişməməlidir. Left keçmiş zamandadır. Sonra A ilə D arasında qaldıqda isə artıq burada tərcüməyə baxmaq lazımdır. İkinci tərəfə tərcümə eləyir ki, yəni sən deyir, işə keçəcəksən. Yaxşı olar ki, evi tez tərk eləyərsən, evdən tez çıxasan. Ona görə A olur cavabımız. Had better-ın tərcüməsi yaxşı olar ki, would rather-ın tərcüməsi üstün tuturam. 10-cu suala baxırıq. Ask-la bağlı qaydamız necədir? Qısaca bura qeyd eləyim. Ask for olur. Cansız isim. Ask to olur hərəkət. Yəni fe'l yazım qısaca. Bu olmalıdır. Askdan sonraya baxırsınız. Əgər cansız isim gəlirsə, mütləq for işlənməlidir. Yox, fe'l gəlirsə, hərəkət gəlirsə, mütləq to gəlməlidir. Birincidə askdan sonra reform isimdir. Article varsa deməli bu isimdə for işlənibdir. Bəli, düzdür. Qaydaya əsasən əgər cansız bir isim gəlirsə, yəni isim gəlirsə for gəlməlidir. İkincidə help, kömək etməsini mənə. Fe'l gəlibdir. Burada to olmalı idi. To'su yoxdur, səhvdir. Üçüncüdə directions s cəmlənibdir. Bu deməli isimdir. İsimdirsə to yox, for olmalı idi. Səhvdir. Dördüncüdə baxırıq ki, extra sauce isimdir. For gəlibdir. Doğrudur. Cavabımız D variantı. Yəni askdan sonra for cansız isimlə götürülür. Fe'l olduqda to götürülür. Mütləq əzbərlənməlidir. 11-ci sualda suggest qaydamız necədir? Orada da iki quruluşumuz var. Yalnız suggest yox. Bu ola bilər insist, recommend, request, propose. Bu fe'llərdən sonra iki əsas quruluş var. Bu fe'llərdən sonra gələr bir that, mübtada should fe'l. Buradakı that və should gələ də bilər, gəlməyə də bilər. Yəni birbaşa mübtada fe'l də gələ bilər. İkinci quruluş, əgər gerund gəlirsə, yəni ing, bu birbaşa gəlməlidir. Gerundla recommend, suggest bu fe'llərin arasında heç bir söz girməməlidir. Gerund birbaşa gəlməlidir və ya mübtada xəbər. Bu formada olmalıdır. Yəni that should da gələ bilər, amma onlar reduction da ola bilər. A variantında baxırıq ki, that gəlibdir, mübtada xəbərdir. Amma burada səhv nədir? Took keçmiş zamandadır, amma burada now, indiki zamanı. Burada take olmalıydı. Səhvdir ona görə. Zamanımız səhvdir. İkincidə ing gəlibdir və aralarından söz daxil olubdur. Suggestdən sonra ing gerund birbaşa gəlməli idi. Üçüncüdə suggestdən sonra that, mübtada should xəbər doğru quruluşdur. Dördüncüdə suggestdən sonra birbaşa ing gerund gəlibdir, doğrudur. Cavabımız Y variantı. 12-ci sualda indi biz bir-bir variantlara baxaq. Advice-dan sonra to gəlməlidir, bəli. Elə doğru cavabımız A variantıdır. Səhvlər niyə səhvdir onlara baxaq. Exclaimed. With great joy. Deməli. Burada səhv olan nədir? Bizim baş cümləmiz keçmiş zamandadır. Amma bağlayıcıdan sonra indiki zamandadır. Uzlaşma pozulub da əgər baş cümlə keçmişdirsə, bağlayıcıdan sonra olan hissədə keçmişdə olmalıdır. Səhvdir. C variantında əgər askdan sonra fe'l gəlirsə,
mütləq to işlənməlidir. To'su yoxdur, səhvdir. Request. Bundan sonra ing gəlibdir aralarında. Yəni burada ing yox, yəni to olmalıydı. Request, ask, order, sonra exclaim, advised. Bunlardan sonra to'lu feil gəlir. Səhvdir. Y-də səhv olan nədir? Told-dan sonra obyekt əvəzliyi gəldikdə aralarında to işlənmir. To sözünü işləm birbaşa told me, told us. Bu formada olmalıydı. Doğru cavaba variantı. 13-cü sual if conditionallara aiddir. If-dən sonra will, won't, would gəlməz. Bir-bir variantlarda çıxaq. Would have nə zaman götürürdük? Əgər if-dən sonra had keçmiş bitmiş gələrsə, amma burada keçmiş bitmiş yoxdur, səhvdir. Götürmürük. Sonra B variantında səhv olan nədir? Would become nə zaman götürülürdü? Əgər if-dən sonra keçmiş sadə zaman gələrsə. Freeze indiki zaman, would keçmiş, indiki ilə keçmiş uzlaşmır. Səhvdir. Götürmürük. A ilə C arasında qaldıqda isə deməli burada doğru cavabımız olur C variantı. Niyə? Çünki bu niyə səhvdir? A variantında keçmiş sadə zaman gəlirdisə, digər cümlə olmalıydı. Would become. Çünki qaydamız o formadadır. Əzbərləmək lazımdır conditionalları. If-dən sonra baxın, keçmiş sadə gələrsə mütləq would üstəgələk feil olmalıdır. Amma burada would yoxdur. Bu isə səhvdir. Cavabımız C variantı. İndiki. Bir də if-dən sonra indiki gələrsə digər cümlə will, shall ola bilər. 14-cü sualda had, beta, would, rather qaydasına aiddir. Deməli, burada səhv nəyə baxırıq? Had, beta-dən sonra feilin birinci forması lazımdır bizə. Yəni zamana görə dəyişməməlidir. To, ing gəlməməlidir. Told keçmiş zamandadır. İndiki zamanda olmalıydı. D variantında to gəlibdir. Səhvdir. C variantında told keçmiş zamana görə dəyişib. Tell olmalıydı məsələn. Səhvdir. A ilə B arasında qaldıqda qrammatik cəhətdən hər ikisi doğrudur. Sadəcə tərcüməyə baxmaq lazımdır. Burada deyir ki, bu sirdir. Yaxşı olar ki, heç kimə deməyəsən. Cavab B-də tərcümə əsəsən. Niyə would rather götürmürük? Çünki would rather üstün tutmaq deməkdir. Daha çox, məsələn, mən kofeni çaya nisbətən üstün tuturam. Mən evdə qalmağı partiya getməkdən üstün tuturam. Bu mənaya gəlir. Yəni, bu tərcüməyə əsasən bizə yaxşı olar ki, məsləhət ifadə edən bir məna lazımdır. Cavabımız olur B. 15-ci sual. Mübtəda xəbər gəlibdir. Dedik ki, due to, as a result of, despite, in spite of, because of. Bunlardan sonra ismi birləşmə gələr. A, D çıxar. Bu üç arasında qaldıqda tərcüməyə baxmaq lazımdır. Deyir ki, o işi əldə edə bilmədi. Burada da deyir ki, onun belə ən yaxşı keyfiyyətləri var idi. Arada ziddiyyət var, uyuşmur. Ziddiyyət varsa cavabımız C-dir. Baxmayaraq ki, onun yaxşı keyfiyyətləri var idi. O işi əldə edə bilmədi. Sonra 16-cı sual. Stop. Bizim bəzi feillərimiz var ki, onlardan sonra to, yəni məstər gəldikdə başqa bir mənaya gəlir. Gerund gəldikdə başqa bir məna. Stop yazılıb burada, stopun mənasına baxaq. Stopdan sonra to məstər gələrsə, başqa bir işi etmək üçün dayanmaq mənasına gəlir. Məsələn, I stopped to smoke a cigarette. Yəni, siqaret çəkmək üçün dayandım. Biri də var, ing gələr. Bu zaman isə dayandırmaq, tərk etmək mənasındadır. I stopped smoking last month. Daha siqaret çəkmirəm. Yəni, artıq tərk etmişəm, indi etmirəm. Tərcüməyə baxırıq burada. Ona görə də biz çölə çıxa bilmirik. Yəni, nəysə hələ də dayanmayıbdır. Stopdan sonra ümumiyyətcə, yəni cavab ya to'lu olmalıdır, ya da ki, ing-li. B-də zamana görə dəyişibdir, səhvdir. D-də həm to var, həm ing var, səhvdir. C-də yəni ya to olmalıydı, ya ing olmalıydı, ona görə səhvdir. A ilə Y arasında qaldıqda isə biz dedik ki, to-nu nə zaman götürürük? Başqa bir işi etmək üçün dayanmaq zamanı. Amma dayandırmaq mənasında, dayanmaq mənasında. Məsələn, yağış yağmağının dayanması,
Qar yağmanın dayanması. O zaman götürürük ing. Y variantı. Sonra, yəni yağış yağmağı dayandırdı. Ona görə də bir sürü çıxa bilərik. 17-ci suala baxırıq. Deməli, bu da həmin feillərə əsaslanır. Forgot və remember feillərinə. Nə etmək lazımdır? Birinci variantlara əsasən çıxaq. Yəni bu feillərdən sonra ya to-lu feil gəlməlidir, ya da ing-li. Nə to-suz, nə də ing-siz bu formada gələ bilməz. Getdi. İndi mənalarına görə dəyişir, onlara baxaq. Əgər forgetdən sonra to gələrsə, yəni edilməli olan işi etməyi unutmaq deməkdir. Məsələn, I think we forgot to lock the door. Mən düşünürəm ki, biz qapını bağlamağı unutmuşuq. Yəni bu iş edilməli idi, amma unutmuşuq. Amma forgetdən sonra ing gələrsə, keçmişdə etdiyin işi xatırlamamaq mənasına gəlir. I forgot telling her the truth. Yəni ona həqiqəti deməyi unutdum. Bu mənaya gəlir. Bu keçmişlə bağlıdır, bu biraz deyək ki, indiki ilə bağlıdır. Keçmişdə etdiyin işi xatırlamamaq, yəni ona həqiqəti deməyi unutmuşam və ya başqa bir mövzuda. Sonra remember-dən sonra to gələrsə, yadda saxlamaq gələcəyə aid olur. Yəni yadında saxla ki, sən qapını bağlayacaqsan. Ben remembers to lock the car. Yəni Benin yadındadır ki, çıxanda qapını bağlayacaq. Gələcəyə aiddir. Amma ing gəldikdə, yəni xatırlamaq mənasındadır, yadına düşmək mənasındadır, keçmişə aiddir. Ben xatırlayır ki, qapını bağlayıbdır, artıq evə gəlibdir, oturub və fikirləşir ki, yəni xatırlayır ki, hə, mən qapını bağlamışam. İndi buranı tərcümə eləyək. Deyək ki, 17-də südü almağı unutmaq. Ona görə də deyir, zəhmət olmasa yadından çıxmasın, biraz al. Nəyə aiddir? Yadından çıxmasın, biraz al. Gələcəyə aiddir. Yəni deyir ki, yadında saxla, alacaqsan. Dedi ki, gələcəyə aid olduqda, remember-dən sonra to götürürük gələcəyə aiddirsə. Deməli, bizə ikinci hissədə to lazımdır. ing olanlar getdi. B ilə D arasında qaldıqda isə indi forget məsələsinə bax. Yəni unutma. Deyir ki, yox, mən unutdum, süd almağı unutdum. Edilməli olan işi etməyi unutmaq olduqda, yəni bu süd alacaqdı, amma almayıbdı, unudubdu. Ona görə to gəlməlidir. Burada 17-ci sualda cavabımız olur B variantı. Yəni əsasən tərcümə əsaslıdır. Bu cümləni nəqli cümləyə çevirməliyik. İlk öncə nəyə baxırıq? Əgər said-dən sonra bir tamamlıq gəlməyibsə, said to me, said to you bu formada yoxdursa və dırnaq işarəsinin içərisi nəqli cümlədirsə, onu dəyişməyə ehtiyac yoxdur. Yəni dəyişməməlidir told-da. Həmçinin də C variantında tell-dən sonra that gəlməz. C variantı getdi. Bir variantlara baxaq indi. A variantında baxırıq ki, səhv olan nədir? Must dəyişməlidir. Modal feillər uyğun olaraq dəyişməlidir. Must da dəyişib had to olmalıydı. Olduğu kimi saxlaya bilmərik. A getdi. B variantında uyğundur had to-dur, said that-dir. Amma əvəzliyimiz uyğun deyil. Çünki danışan şəxs Jack kişi cinsindədir. She yox, he olmalıydı. Burada səhvdir. C variantında biz baxırıq. Doğrudur. D variantı bizim doğru cavabımızdır. Y-də səhv olan nədir? Said-dən sonra birbaşa obyekt əvəzli gəlməz. Aralarında mütləq to gəlməlidir. Bu hansı qaydadır? Mütləq əzbərlənməlidir. Düzgün forma say, said, keçmiş zaman forması said. Əgər yəni bir şəxs gələrsə, obyekt əvəzliyi gələrsə, mütləq to sözünüzü işlənməlidir. Yəni birbaşa say üstə gələk şəxs olmur. Tell-də isə vəziyyət fərqlidir. Obyekt əvəzliyi və ya şəxs gələrsə, arada to işlənməz, birbaşa gəlməlidir. Həmçinin tell-dən sonra that, told-dan sonra that gəlməz. Mütləq bir şəxs gəlməlidir. Məsələn, told me that. Ondan sonra that bağlayıcı istifadə oluna bilər.
19-cu sual essential adjective clause, yəni vacib, bir də qeyri-vacib adjective clause-la bağlıdır. Necə yadda saxlayırsınız? Əgər vergül varsa non-essentialdır, vergül yoxdursa essentialdır. 2-də vergül var, non-essentialdır. 4-də də vergül var, non-essentialdır. Yəni qeyri-vacib. 2 də səhvdir, 4 də səhvdir. Cavabımız 1, 3. Y variantı. 20-ci sualda kompleks obyektə də aiddir əslində. Tolddan sonra baxın, bir şəxs gəlirsə, somebody məsələn gəlirsə, fail gəlirsə, burada to'lu fail olmalıdır. Mütləq yeni mövzulardandır. Kompleks obyekt daxilində, yəni inkarlıq o mövzuya aiddir. Hansı hissədə qeyd etmişəm, unutmuşam, amma orada to gəlməlidir mütləq. Məsələn, bunlara aiddir. İnkar əmr cümlələrində fail, obyekt əvəzliyi və not to. Bu formada olmalıdırlar. Belə deyək, təsdiqdə olsun. Yenə to'lu formada gəlməlidir. A-da to'su yoxdur. D-də zamana görə dəyişibdir. Y-də ing-dir. B-də ing-dir. Səhvdir. Bizə to'lu lazım idi. O da C variantındadır. Not to. Yeni mövzular uşaqlar bu qədər. Yəni PDF-i istəyirsinizsə, mənim Telegram kanalıma daxil ola bilərsiniz. Bu PDF-i orada paylaşmışam. Həmçinin də başqa ödənişli sınaqlarım olduqda orada paylaşırım. Sırada növbəti olaraq hansı sınağın izahının gəlməsini istəyirsinizsə və ya hansı tipdə sınaqlar olsun, materiallar istəyirsinizsə, kommentdə qeyd edə bilərsiniz.